Kabalistlər zənciri 3500 il əvvəl Babildə İbrahim ilə başlanır. O dövrdə egoizm və nifrət bəşəriyyəti hər yana dağıdırdı. İbrahim öz çadırını hər kəs üçün açır və gələcəkdə Kabala elminin təməli olacaq bilikləri öyrətməyə başlayır. Bu insanlara necə birləşməyi və bütün bəşəriyyəti birləşdirməyi öyrədir. İbrahim onları kamilliyə çatdırmağın yollarını öyrətir. Beləliklə, İbrahim ardınca gedən ilk kabalistlər qrupu yaranır və bu qrupun əsasında bir xalq formalaşır. 2000 il əvvəl dünya amansız müharibələrdən əziyyət çəkir. Bu vaxt İsrailin şimalında kiçik bir mağarada Rajbi və onun 9 tələbəsi birgə olaraq Zohar adlı möhtəşəm kitab yazırlar. Bu kitab dünyamızı əhatə edən əbədiyyət və sevgi haqqındadır. Sevgi kitabı yaranır. Amma mağaradan kənarda nəsil qaranlığa, nifrətə və müharibələrə qərq olur. Kitab əsrlərlə itib batır, ta ki, gələcək nəsillərə nur saçmağa hazır olana qədər. 16-cı əsrin sonu, müqəddəs Ari yenidən dünyaya gəldi. O, qədim Kabala elmini bərpa edir və onu insanlar üçün daha əlçatan halı gətirir. Ari dünyaya nur gətirir. Bu andan etibarən hər kəs bu elmi öyrənə bilər və hər kəsin bunu praktikada necə tətbiq etmək öhdəliyi var. Necə? Qəlblərimizi birləşdirərək. 20-ci əsrin başlanğıcı, 2-cü Dünya müharibəsi zamanı insanları qırğına aparırlar. Bu qanlı dövrdə Rav Yehuda Aşlaq, Balı Sulam bu hadisələri insan egoizminin inkişafının son mərhələsi kimi dəyərləndirir. İbrahimin ortaya çıxardığı, Rajbinin Zoharda təsvir etdiyi, Arinin yazılarından açıqladığı hər şeyi Balı Sulam insanların əlaqəsi elminə çevrilir. Bütün insanlıq bir bədənin orqanları kimi möcüzəli bir sistemdə birləşmişdir, deyə Balı Sulam bildirir. Biz yalnız bunu aşkar etmək qalır. Balı Sulamın oğlu Rab Baruch Lev Aşlaq, Rabaş, atası işini davam etdirir. Mətnləri yenidən hissələrlə zənginləşdirir və onları praktik təlimata çevirir. Bununla o, hər kəsə mənəvi dünyanı aşkar etmək imkanını təqdim edir. 20-ci əsrin ikinci yarısı insan egoizmin zirvəsinə yaxınlaşdıqda Kabala elminin bütün dünyaya yayılması vacib olur. Rav Mikhail Lightman Rabaşın ən yaxın tələbəsi və dostu olur. O, 13 il ərzində Rabaşın yanında qalır və onunla birlikdə yeni mənəvi sistem yaradır. 1995-ci ildə Lightman 10 tələbə ilə birlikdə ilk dəfə birləşir. Bir il sonra bu rəqəm 40-a, daha sonra 100-ə çatır. Hər həftə, hər ay daha çox insan birləşməyi can atır. 2002-ci il Mikhail Lightman ABŞ və Kanadada bir sıra mühazirələr keçirmək üçün dəvət olunur. Los Angeles, San Francisco, Chicago, Philadelphia, Boston, New York, Toronto hər yerdə zallar dolub daşır. 2005-ci ildə Lightman Beynəlxalq Dünya Müdrikləri Şurasının üzvü olur. Tokyo və Cenevrədə keçirilən konferanslarda Kabala, Balı Sulam, dünyanın birliyi ifadələri geniş yayılır.